Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən Nur uşaq evində ölüm hadisəsi baş verib. 1 yaş 5 aylıq ömrün həyatını itirməsi ilə bağlı araşdırma aparılır. Bu kadrlar 1 yaş 5 aylıq ömrün ölümündən bir gün əvvəl çəkilib. Sığınacaqdakılar deyir ki, azyaşlının bir neçə gün əvvəl qızdırması olub və bədənində səpkilər yaranıb. Həkim müayinəsindən keçən uşağa müalicə təyin edilib və vəziyyəti stabilləşib. Axşam uşağı həkimə aparmışdıq, halı biraz pis idi, qızdırması falan vardı. Apardıq həkimə, dərmazad yazdı, dedi ki, bu uşaq sabaha biraz hal yaxşı olsa qalsın, ya hava hal pisdəysə aparası xəstəxanaya. Sabah açıldı, mən dərsdən gəldim, uşaq yaxşı idi, yemək zad yeyirdi. Birdən-birə yuxarıda səs-küy oldu, mən də qalxdım ki, gördüm uşaq keçinir, vəziyyəti çox pisdir. Biz də tez skoruya zəng vurduq. Skor gəldi, uşaq həmin o moment uşağın anası da buradaydı. Uşaq halı pisdir, uşağın anası da buradaydı. Zəng gəldi skoruya, skor da gəldi, skor da vəfat elədi. Sığınacaq rəhbərliyi bildirir ki, müəssisədə ümumilikdə 34 uşaq var. Son bir neçə gündə ömürdə daxil olmaqla onlardan 7 nəfəri Qızılcaya yoluxub. Digərləri sağalsa da azyaşlı dünyasını dəyişib. 3 gün onun gözləmə sürəsi var, qızdırma səpki. Bunların hamısı oldu, çox yaxşı oldu, düzəldi, ayıldı. Hətta məndə videoları da var. Başladı uşaqlarla oynamağa, sadəcə biraz zəif yeyirdi. 14-cü günü gördük özünü belə bir tərdə yaxşı sələm. Anasına dedik ki, anası həmən günü getmişdi, sənət dalınca getmişdi, bilmirəm. Dedik, gəl, uşağı həkimə aparmaq lazım. Dedi, gəlirəm. Gördük ki, buralar göyərir, yəni xırıldı. Skor çağırdıq, skoru gəldik. Ömərin anası sığınacaqda olsa da danışmaq istəmədi. Məsələ ilə bağlı təbibdən bildirildi ki, Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi Nur uşaq evindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və briqada tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkimə qədər ölüm faktı qeydə alınıb. Həkimlər isə bildirir ki, bəzən valideyn həkimə gec müraciət etdikdə uşağın özündə fərdi immun zəiflik əlamətləri olduqda, həmçinin orqanizmə hər hansısa bir bakterial infeksiya qoşulduqda o zaman qızılca fəsadlaşır və ölümə səbəb olur. Öncə üzdə, alında, boyunda, ikinci gün gövdədə, yəni bədənin ön arxa hissəsində və üçüncü gün ətraflara yayılmaqla olan səpkili dövr başlayır. Qızılcada ağırlaşmalar pnevmoniya ola bilər, otit ola bilər, ensefalit ola bilər, yəni çox ağır beyin ağırlaşmasına qədər verə bilər. Hətta qızılçanı keçirib, atlatıb, sağalmış uşaqlarda 10-12 il sonra subakut sklerozan panensefalit dediyimiz ağır beyin zədələnmələri ola bilər. Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirildi ki, hazırda Respublikada Qızılca ilə bağlı epidemioloji vəziyyət stabildir və tam nəzarət altındadır. Qızılcanın uşaqlarda ağır keçməsinin qarşısını almaq üçün onların vaxtında peyvəndlənməsini təmin etmək lazımdır. Hər hansı yoluxucu xəstəliyə şübhəli hal baş verdikdə, yoluxucu xəstəlik barədə məlumat, təcili bildiriş tibb müəssisəsi tərəfində Respublika Gigiyena Epidemiologiya Mərkəzindən və onun ərazi müəssisələrinə məlumatlar ötürülür. Qızılça xəstəliyinə yoluxma hallarının qarşısının alınmasının ən effektiv yolu qızılca parasit məxmərəyə qarşı peyvənd olunmaqdır. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombin olunan qızılca parasit məxmərək peyvəndi ilə aparılır. Maya Sabir qızı Arif Həsənov, Rizvan Əkbərli, İTV Xəbər.